Hər kəsə salam. 6 dekabr 2025 tarixində zirvə kursunun 4-cü siniflər üçün elədiyi sınaq imtahanının nəticələrini izah edirəm. Suallarını izah edirəm. Deməli 61-dən baxıram. She is my, o mənim. Görürük ki, şəkildə qızdır və she qadın cinsidir. A variantı aunt, xala bibi, B variantı fazə, ata, C variantı grandmazə, nənə. Şəkildə gənc qız verib deyə seçə bilmirik. D variantı qardaş. Görürük ki, gənc qızdır. Sister ola bilərdi, mazə ola bilərdi, aunt ola bilərdi, və bu variantların içində ən düzgünü aunt, xala bibi 61 olur A variantı. 62. How old is she? O neçə yaşındadır? Diqqətən qulaq asın. Biz bilirik ki, how old are you? Sənin neçə yaşın var deməkdir. How old are you? Burada da yazıb how old is she? O neçə yaşındadır? A variantı fine, yaxşı. B variantı maymazə, mənim anam. C variantı 50. D variantı noyabr. Təbii ki, bunların içində bir dənə 50 rəqəm söylüyor. Yəni yaş söylüyor. Ona görə cavab olur C variantı. 63. Düzgün variantı seçin. 100, 100. A variantı 50, C variantı 60, 60, D variantı 40, 40. 64. Düzgün variantı seçin. He is my aunt. He kişi cinsində o deməkdir. O mənim xalamdır. Kişi cinsində o, xala ola bilər? Yox. B variantı she is my uncle. O mənim əmmimdir. She əmi ola bilər? She axı qadın cinsində o deməkdir. Yox. D variantı she is my brother. Qadın cinsində o verib, amma brother yazıb. Qadın cinsində o, brother necə ola bilər? Ola bilməz. Ona görə də 64-də cavab olur C variantı. He is my father. O mənim atamdır. He kişi cinsində, father ata uyğun gəlir. 65 yenə də düzgün variantı seçin. Biz öyrənmişik ki, I-dan am, he, she, it-dən is, we, you, they-dən ar olur. A variantında he-dən ar yazıb olmaz, is olmalıydı. B variantında she-dən is olmalıydı, ar yazıb. C variantında they-dən ar olmalıydı. D variantında they are my parents. Onlar mənim valideynlərimdir. 66-ya baxıram. When is your birthday? Sənin ad günün nə vaxtdır? Ya konkret tarix deməlidir, ya da ay deməlidir. A variantı mart ayındadır. Martdadır, düzdür. B variantı o yaxşıdır. C variantı o mənim qardaşımdır. D variantı o mənim kitabımdır. Nə dəxli var? Birthday sözü hamımız bilirik. Mahnı oxuyuruq. Happy birthday to you. Nə deyirik? Ad günün mübarək. Birthday sözü ad günü deməkdir. Ad günü də martdadır. 66 oldu A variantı. 67-də baxın seçin. First sözü birinci deməkdir. F, I, R, S, T. First birinci. D variantı düzgün cavabdır. A variantı second ikinci. B variantı fifth beşinci. C variantı third üçüncü deməkdir. Third. 68-ə baxıram. İyulun 4-ü. İngilislər 4 iyul demirlər. 4-cü iyul deyirlər. 4th of July. Cavab olur B variantı. A variantında iyulun 5-i, C variantında iyulun 1-i, D variantında isə iyulun 2-sidir. 69-a baxıram, şəkilə baxın, düzgün cavabı seçin. Qış ayları seçməliyik. Dekabr, yanvar, fevral olar və dekabr düzgün cavabdır. Yəni 69-da cavab C variantı eləyir. 70-də isə bizdən 60 sözünü soruşur. 60 ingilis dilində 60 A variantıdır. B variantı 50, 50, C variantı 40, 40, D variantı 80 isə 80 deməkdir. Düzgün cavab olur 60, 60. Yəni A variantı. Təzədən oxuyan variantları 61A, 62C, 63B, 64C, 65D, 66A, 67 D, 68B, 69C, 70A. 69 tipli testlərdə biz təkcə dekabr yox, qış ayları lüboy şey seçə bilərdik. Yəni dekabr, yanvar, fevral. Yəni qış ayları nədirsə o. Çünki şəkildə qarlı bir şəkil verib də. Yəni burada dekabr yox, yanvar cavabı da ola bilərdi və s. Eləcə də 61 tipli testdə məsələn burada cavablarda aunt yerinə mazə, sistə, nis, bacı qardaş qızı, nis sözünü də verə bilərdi. Bu şəkildə test izahımız bu qədər. Ümidvaram ki, hər kəs üçün aydındır. Ümidvaram hər kəs imtahandan yaxşı nəticə toplayıb. Sağ olun, hələlik.